İndiki qızlar özlərinə müasir, imkanlı və yaraşıqlı ər axtarır. Əvəzində bəs nə? Təksən? Başqa nə? Təksən? Vəssalam, lap düşünək ki, sən dünyanın ən gözəl xanımısan. Əgər sən bacarıqsızın biri, bütün gün gəzmək, əylənmək və pul dağıtmaq istəyirsənsə, neyimə lazımdır sənin gözəlliyin? Yəni sən düşünürsən ki, bu cür uğurlu bir oğlan sənin sadəcə gözəlliyinə görə bu qədər sənin minuslarına göz yummalıdır. Bəs gələcəkdə doğulan uşağın tərbiyəsi ilə kim məşğul olacaq? Tək atası, bəs ana nəyə lazım? Sənin bu boyda dırnaqların, Instagramda reklam etdiyin öz şəkillərin və yaxud da ki, şişirtdiyin dodaqların, düşünürsən ki, gələcəkdə bizim uşağımıza gözəl tərbiyə olacaq? Biz öz münasibətimizi sən türklərin o neqativ seriallardan yığdığın təcrübənə görə qurban verəcəyik. Bu absurd fikirlərini kənara qoy. Əgər həqiqətən də belə bir oğlan axtarırsansa, o oğlan səninlə birlikdə qalxmalıdır. Çünki hər bir uğurlu biznesmenin arxasında güclü bir qadın dayanır və bu qadın sən ola bilər. Qadınlar kişiləri pisləyir, kişilər də qadınları pisləyir. Dostlar, sizin biriniz bu dünyada yoxa çıxsa, dünya yoxa çıxacaq. Siz ikiniz bir yerdə almasınız. Bu nə düşüncədir? Bu nə beyinsiz